Bu səhvi bir çox ustalar edir, amma siz etməyin. Bugün biz sizinlə lülə kebab hazırlamağın gizli sirləri barəsində danışacağıq. Buyurun başlayaq. Mükəmməl, şişdən dağılmayan və şirəli lülə kebab hazırlamağın əsas sirləri düzgün ət seçimi. Bura çox diqqət edin. Düzgün ət seçimi, temperatur balansı və fiziki emaldır. Lülənin şirəli olması və şişdə qalması üçün qiymə mütləq yağlı olmalıdır. Gördüyünüz kimi biz quzu ətindən istifadə edirik. Quyruq ət tikələri xırda-xırda doğrayırıq. Sonradan qaçdırarkən bizi yormasın deyə əvvəlcədən görəcəyiniz kimi onu duzlayıb qaçdırırıq. Sizlər lülə kebab hazırlayarkən hansı ət növündən, quzu, dana və yaxud toyuqdan istifadə edəcəyinizi və kebabı manqalda yoxsa evdə, sobada bişirmək istədiyinizi bizə bildirsəniz, biz tam ölçü dəqiq reseptlə sizə təqdim edə bilərik. Əgər siz yeni lülə kebab hazırlamağa başlayırsınızsa, sizin üçün ən kritik sirlərindən birini açıqlayıram. Bizi bəyənməyi unutmayın. Soğan ət çəkən maşından ayrıca keçirib, onun şirəsini tənzif və ya süzgəclə tamamilə sıxmağınız məsləhətdir. Çünki soğan suyu qiyməni durlaşdırır və ətin şişdən tökülməsinə səbəb olur. Yaxşı olar ki, lüləni ət çəkən maşından çəkdikdən sonra 10-15 dəqiqə yaxşıca yoğurasınız. Ət lifləri bir-birinə yapışmalı və qiymət saqqız kimi homogen olmalıdır. Hazır qiyməni dərhal şişə çəkmək məsləhət deyil. 1-2 saat soyuducuda gözlətməyiniz məsləhətdir. Ona görə ki, soyuq quyruq yağı qiyməni bərkidir və şişə rahat yapışmasını təmin edir. Yaxşı olar ki, kündələri ələ götürdükdə onu əldə bir neçə dəfə sıxasınız, daxilindəki hava boşluqları yox olsun. Ən əsas sirlərindən biri şişin uc və arxa hissələrini sanki ona kilitləmək deyirlər. Şişə bağlayırsan, hava içinə keçməsin deyə. Yaxşı olar ki, lüləni isti od üzərində möhürləmək, ətin soxu içində qalsın deyə tez-tez çevirmək yox. Bir damcı qızarandan sonra o birisi üzünə çevirib, ondan sonra tez-tez çevirmək məsləhətdir. Bizi izlədiyiniz üçün təşəkkürlər. Bizə dəstək olmaq üçün bəyənməyi və abunə olmağı unutmayın. Öncədən təşəkkürlər.